Tarixi özünüz seçirsiniz. Hansı tarix sizə uyğundursa, o tarixdə gedin, həm istirahətinizi edin, həm praktikanızı keçirin. Bilet niyə daxil deyil? Baxın, çünki biz bileti paketə daxil etməmizə səbəb ondadır ki, biz tarix demirik. Tarixi siz seçirsiniz. Misal üçün deyim də, hansısa bir travel şirkətidir, gedirsiniz istirahət üçün paket almağa, 1 həftəlik, 10 günlük, 2 həftəlik. Baxın, onlar sizə uçuş tarixinizi deyirlər. Falan tarixdə getməlisiniz, falan tarixdə gəlməlisiniz. Amma biz bu işi tamamilə sizin öhdənizə buraxırıq. İstədiyiniz tarixi seçin. Qrupla da göndərmirik, yəni fərdi şəkildə gedirsiniz. Buna görə də bizim tarix deməyimiz uyğun deyil. Həm sizə də uyğun deyil. Misal üçün deyim də, mən özümdən misal çəkim. Antalyaya getməliyəm işlə bağlı. Baxdım, birbaşa uçuşlar, gediş-gəliş 700 manat. Amma cəmi İstanbulda saat yarım aktarma ilə bileti aldım 490 manata. Gör nə qədər fərq edir. Gediş-gəlişdən söhbət gedir. Bu sizdən asılıdır da. Yəni siz daha ucuz qiymətə, daha uyğun qiymətə. Burada baqaj var, baqajlı söhbəti var, aktarma var və bileti alma tarixi var. Öncədən müraciət edib daha ucuz alırsınız. Ona görə də əgər mən qiyməti daxil edə bilsəm, maksimum qiyməti qoymalıyam. Maksimum qiymət. Aktarma deyəcəm, bəlkə həkim aktarma istəmir, 700 manatlıq qoyacaq. Amma bəlkə siz aktarma ilə daha ucuz gedəcəksiniz. Ona görə də belə deyə də özünüzün bilet almağı maddi olaraq sizin üçün daha əlverişlidir, daha xeyirlidir. Həm də vaxt olaraq sizin üçün qarşınıza şərt qoymur ki, bu tarixdən bu tarixə getməz. Tarixi özünüz seçirsiniz. Hansı tarix sizə uyğundursa, o tarixdə gedin, həm istirahətinizi edin, həm praktikanızı keçin. Hər kəsə olur.